Ramazan ayının gündelik duaları. Birinci günün duası. Allahümme ec'el siyami fihi siyames saimin ve kıyami fihi kıyamel kaimin ve nebbihni fihi en nevmetil gafiline ve hebli cürmi fihi ya ilahel alemin vefu enni ya afiyen enil mujrimin. İlahi, bugün benim orucumu oruç tutanların orucundan ve durup sana ibadet etmeyimi ibadet edenlerin ibadetinden hesap et. Ve bugünkü günde beni gaflette yatanların yuxusundan oyat. Günahlarımı bağışla ey alemlerin Allah'ı ve ey günahkarları əff eden. Amin. İkinci günün duası. Allahümme garribni fihi ila merzatike ve cennibni fihi min sehatike ve negimatike ve veffidni fihi ligiraati ayetike birahmetike ya erhamer rahimin. İlahi, beni bugün razı olduğun əməllərə yaxın et ve bugün beni öz qəzəbindən uzaqlaşdır. Belə bir gündə beni kitabın sayılan Kur'an'ın ayələrini oxumağa nail et. Ey rəhim edenlerin rəhimlisi. Amin. Üçüncü günün duası. Allahümme rzuqni fihiz zihne ve tenbi ve baidni fihi mines sefaheti ve tembi vec'el li nasiben min kulli hayrin tunzilu fihi bicudike ya ecvedel ecvedin. İlahi, bugün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bugün öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin səxavətlisi. Amin. Dördüncü günün duası. Allahümme qavvini fihi ala iqameti emrike ve ezigni fihi helavete zikrike ve evzini fihi liyadai şükrike bikeremike ve fezni fihi bihifzike ve sitrike ya ebseren nazirin. İlahi, senin emrini berpa etmek üçün mənə qüvvət ver. Seni zikir, yad ve yad etmeyin şirinliğini mənə dadızdır. Öz kərəminlə məni şükür etmeye hazır et. Məni öz hifzinlə ve pis işlerden koruyan örtüyünlə koru. Ey görenlerin bəsirətlisi. Amin. Beşinci günün duası. Allahümme enni fihi minel müstəğfirin ve enni fihi min ibadikes salihinel qanitin vec'enni fihi min
evliyaikel müqərrəbinə birəf'ətike ya ərhəmər rahimin. İlahi, məni bugün tövbə və istiğfar edənlərdən qərar ver. Məni dostların sayılan salih bəndələrindən qərar ver. İlahi, öz məhəbbət və mərhəmətinlə məni bugün də sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin mərhəmətlisi. Amin. 6-cı günün duası. Allahümmə la təxsunni fihi litəərruzi məsiyyətikə və la təzribni bisiyyati nəqimətikə və zəhzihni fihi min mucibati səxətikə bimənikə və əyadikə ya müntəha rəğbətir rağibin. İlahi, məni bugün sənin sözündən çıxıb günah etməklə xar və zəlil etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bugün öz minnət və qüdrətin ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu. Amin. 7-ci günün duası. Allahümmə a'inni fihi əla siyamihi və qiyamihi və cənnibni fihi min həfəvatihi və asamihi vərzuqni fihi zikrəkə bidəvamihi bitəvfidikə ya hadiyəl muzillin. İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməlləri etməkdə kömək ol. Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni öz köməyinlə səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yol göstərən. Amin. 8-ci günün duası. Allahümmə rzuqni fihi rəhmətəl əytami və it'amət təami və ifşaəs səlami və suhbətəl kirami bitəvlikə ya məlcəəl amilin. İlahi, bugün məni yetimlərə rəhm edən və sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənlərdən qərar ver. Məni öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı. Amin. 9-cu günün duası. Allahümmə ec'al li fihi nəsibən min rəhmətikəl vəsiyyəti vəhdini fihi liberahi nikəs satiəti və xuz bina siyəti ila mərzatikəl camiəti bimə həbbətikə ya əmələl muştaqin. İlahi, mənə bugün
öz geniş və vüsətli rəhmətini qismət et və məni aydın qüdrətli dəlillərinlə hidayət et. Məni öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklərin yüksək arzusu. Amin. 10-cu günün duası. Allahümmə ec'alni fihi minəl mütəbəkkilinə əleykə və ec'alni fihi minəl faizinə lədeykə və ec'alni fihi minəl müqərrəbinə İleykə bi ihsanikə ya gayətət talibin. İlahi, bugün məni sənə təvəkkül edənlərdən qərar ver. Belə bir gündə sənin huzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et. Məni öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi. Amin. 11-ci günün duası. Allahümmə həbbib iləyyə fihil ihsanə və kərrih iləyyə fihil fusuqə vəl isyanə və hərrim ələyyə fihis səxətə vən niranə biyevnikə ya qiyasəl müstəğisin. İlahi, bugün məni yaxşı əməllər etməyə həvəsləndir. Belə bir gündə məndə günah və əxlaqsızlığa qarşı nifrət oyad. Mənə qəzəb və cəhənnəm atəşini haram et. Ey pənahsızların ən ulu pənahı. Amin. Allahümmə vəffiqni fihi limuvafəqətil əbrari və cənnibni fihi murafəqətəl əşrari və avini fihi birəhmətikə ila daril qərari bi ilahiyyətikə ya ilahəl aləmin. İlahi, bugün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Belə bir gündə məni pis insanlardan uzaqlaşdır. Səni Allahlığına and verirəm. Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Ey aləmləri yaradan. Amin.